kitabı tez qurtarmaq üçün, tez bitirmək üçün nə etməliyəm? Birinci qardaş, çalış ki, kitabı tez bitirməyə can atmayasan. Çalış ki, o kitabdan fayda götürməyə can atasan. Yəni, çalış ki, o kitabın faydalı kitablardan söhbət gedir. Onun hər bir sətrindən fayda çıxarasan özünə. Faydaları qeyd elə. Bir kitabı 5 ilə bitir. Heç nə olmaz. Sadəcə o kitabdan fayda götürərək elə. Götür bir səhifəsini, aç. Götür orada bax, nəydən danışır, nəyi əzbərləməli şeylər varsa onları əzbərlə. Qaydalar varsa onları özünə götür. Tətbiq eləməsi əməllər varsa onları tətbiq elə. Üzərində qeydlər apar. Və yaxud kitabı yazmamaq üçün, qorumaq üçün üzərinə kağızlar yapışdırıb, onun üzərində qeydlər apar. O səhifədə olan faydaları çıxar, bir-bir yaz. Və o səhifədən maksimum fayda götürməyə əldə edə çalış. Yoxsa bitirməyə qalsa, çox insanlar çox kitablar bitirib. Çox insanlar çox məktəblər, universitetlər, magistratura, aspirantura, doktoranturalar bitirib. Amma görsən, insanlar ən faydasız adamlardır. Fayda verə bilmirlər. Faydalı olmaq üçün özün fayda almalısan. O kitabdan, universitetdən, aspiranturadan, magistraturadan, doktoranturadan onlardan fayda götürməlisən. Fayda götürməyəndən sonra sənin orada adın getməsinin heç bir faydası yoxdur. Və yaxud kitabı bitirməyin heç bir faydası yoxdur. Allaha dua elə oradan faydalanmağı və o elmdən bəhərlənməyi Allaha dua elə. Necə ki, sələflərdən gəlib ki, sahabələrdən gəlib ki, İbn Masud radiyallahu anh buyurur ki, biz Qurandan 10 ayə oxuyan vaxtı onun mənalarını öyrənməyincə, ona əməl etməyincə başqa 10 ayəyə keçməzdik. Mənalarını bilərdilər, düşünərdilər, fikirləşərdilər. Onu sonra əzbərləyərdilər, sonra ondan sonra başqa 10 ayəyə keçərdilər. Və baxırıq, alimlərdən elələri olub ki, Quranı tam əzbər bilməyib, amma ümmətə nə qədər faydalar verib. Hətta alimlər olub ki, 40 ilə Quranı əzbərləyib, amma fayda veriblər. Quranı əzbərləməklə fayda əldə etməyiblər. Quranın mənaları ilə, təfsiri ilə, əməli ilə onu əzbərləyiblər. Çünki çalış ki, o kitabları tez bitirməyə deyil, oradan maksimum fayda əldə edərək bitirməyə əldə edəsən, öyrənəsən. Allah səni və bizi o kitablardan, o elmlərdən, o faydalı insanlardan, alimlərdən fayda götürməyi nəsib eləsin.